Heç düşünmüsünüzmü? Bəzi şirkətlər, xüsusilə də texnologiya nəhəngləri, onlarla rəqabət aparmaq niyə bu qədər çətindir? Hətta demək olar ki, mümkün deyil. Onların gizli silahı nədir? Gəlin bugün bu sirri açmaq üçün resurs əsaslı baxış nəzəriyyəsinə başvuraq. Baxın, bu texnologiya nəhənglərinin uğurunun sirri nədir? Adətən, biz cavabı bazarda axtarırıq, elə deyilmi? Amma bəlkə də əsl səbəb tamamilə fərqli bir yerdə, şirkətin lap öz daxilində gizlənib. Çox uzun müddət strategiya mütəxəssisləri deyirdilər ki, uğurun açarı bazardadır. Yəni, şirkətdən kənarda nə baş verdiyinə baxmaq lazımdır. Amma sonra resurs əsaslı baxış ya da qısaca RBV deyilən bir nəzəriyyə ortaya çıxdı və hər şeyi dəyişdi. Bu yanaşma deyilir ki, yox, əsl güc şirkətin öz daxilindədir. Bu, sözün əsl mənasında oyunu dəyişən bir perspektivdir. Yaxşı, bəs bu resurs əsaslı strategiya dediyimiz nədir? Gəlin dərinliyinə gedək və görək, bu şirkətlərin taleyini necə dəyişə bilər? Deməli, işin ən əsas məqamı budur. RBV, yəni resurs əsaslı baxış, fokusu tamamilə dəyişir, xaricdən daxilə. Bu nəzəriyyəyə görə bir şirkətə həqiqətən də məğlub edilməz edən şey, onun bazarda nə etdiyi deyil, daxilində nəyə sahib olduğudur. Yəni, onun unikal resursları və qabiliyyətləri. Yaxşı, bəs resurs deyəndə nəyi nəzərdə tuturuq? Əslində, bunlar iki yerə bölünür. Maddi, yəni əlimizlə toxuna biləcəyimiz şeylər, məsələn, binalar, avadanlıqlar və bir də var qeyri-maddi resurslar. Bax, işin maraqlı tərəfi də elə buradadır. Bizim yaşadığımız bu rəqəmsal dövrdə əksər hallarda ən güclü silah elə məhz məlumatlar, proqram təminatı, marka dəyəri kimi qeyri-maddi, yəni gözlə görünməyən aktivlər olur. İndi gəldik çıxdıq ən vacib yerə. Bəs bu oyunu dəyişən o xüsusi resursları necə müəyyən etmək olar? Bunun üçün sanki bir gizli formula var. Gəlin bu praktiki vasitə olan VAR, INS-i çərçivəsinə birlikdə nəzər salaq. Amma bir dəqiqə, bir şeyi unutmayaq, hər resurs eyni gücdə deyil. Yəni, şirkətin hər bir aktivi ona rəqabət üstünlüyü vermir. Bir resursun həqiqətən də strateji əhəmiyyət daşıması üçün o, çox ciddi, 4 hissəli bir sınaqdan uğurla keçməlidir. Və budur o möhtəşəm test, VAR-in. Gəlin bir üstündən keçək. Birincisi, resurs dəyərli olmalıdır. Yəni, şirkətə pul qazandırmalı, imkanlar yaratmalı və ya təhlükələri sovuşturmalıdır. İkincisi, nadir olmalıdır. Yəni, başqa heç kimdə ya da çox az rəqibdə olmalıdır. Üçüncüsü, təkrar olunmaz olmalıdır. Rəqiblər onu asanlıqla, ucuz başa gələn bir yolla kopyalaya bilməməlidir. Və nəhayət, dördüncüsü, əvəz olunmaz olmalıdır. Yəni, onu başqa bir şeylə əvəz etmək mümkün olmasın. Bax, yalnız bu 4 sınaqdan keçən bir resurs şirkətə əsl, davamlı rəqabət üstünlüyü qazandıra bilər. Yaxşı, nəzəriyyəni başa düşdük. İndi isə gəlin ən maraqlı hissəyə keçək. Görək bu nəzəriyyə hamımızın tanıdığı o məşhur şirkətlərin uğurunu necə də mükəmməl izah edir. Gəlin bu cədvələ baxaq və konkret misallara keçək. Məsələn, Amazon, onun nəhəng logistika infrastrukturu. Düşünün, bu VRN testindən necə də asanlıqla geçir. Dəyərlidir, əlbəttə, nadirdir, bəli. Təkrarlamaq isə bu milyardlarla dollar və illər deməkdir. Yəni, təkrar olunmazdı. İndi keçək Apple-a. Onun iOS ekosistemi. Bu sadəcə bir proqram təminatı deyil. Bu milyonlarla istifadəçini və developerları bir-birinə kilidləyən, təkrarlanması inanılmaz dərəcədə çətin olan bir sistemdir. Ya da gəlin Netflix-i düşünək. Onun əsl gücü nədir? Film arxivi? Yox. Onun əsas resursu, o məşhur tövsiyə alqoritmini qidalandıran milyardlarla saatlıq istifadəçi məlumatıdır. Məhz bu məlumatlar onu bu qədər dəyərli, nadir və demək olar ki, təkrar olunmaz edir. Görürsünüzmü? Bu, fiziki bir zavoddan qat-qat daha güclü bir üstünlükdür. Bütün bunları bildikdən sonra, bəs bu nəzəriyyəni öz fəaliyyətinizə, öz işinizə necə tətbiq edə bilərsiniz? Gəlin, əsas dərsi birlikdə yekunlaşdıraq. Resurs əsaslı baxışın bizə verdiyi ən fundamental dərs budur. Davamlı üstünlük, girdiyin bazardan asılı deyil. Əsl üstünlük öz daxilində qurduğun o unikal, kopyalana bilməyən resurslardan gəlir. Yəni, üstünlük xaricdən tapılmır, daxildə yaradılır. Və bu təhlilimizi belə bir vacib sualla bitirmək istəyirəm. Bir anlıq dayanıb düşünün, bu VRIN çərçivəsini öz şirkətinizə və ya fəaliyyətinizə tətbiq etsəniz, nə taparsınız? Sizin əsl, davamlı rəqabət üstünlüyünüzü təmin edən o xüsusi, o gizli resursunuz nədir? Bax, bu həqiqətən də üzərində dərindən düşünməyə dəyər bir sualdır.